Salam əziz şagirdlər, xoş gördük hər birinizi. Mən Nazım müəllim Ağazadə. Bugün sizlərə təqdim etdiyim sınağın izahını verəcəm. Buyurun, xoş izləmələr. Deməli, ilk sualdan başlayıram. Ekranda görürsünüz ilk sualı. Sualda deyir, -4,9 və 7,4 ədədləri arasında yerləşən tam ədədlərin cəmini tapın. -4,9-dan 7,4-ə qədər olan tam ədədlər bunlardır. Yazıram. -4, -3, -2, -1, sonra gəlir 0, 1, 2, 3, 4, 5, 6 və 7-nin özü. Çünki 7,4 isə 7,4-dən sol tərəfə 7 olacaq tam. -4,9-dan da sağ tərəfə -4 olacaq. Tam ədəd. İndi burada diqqət etsəz, -4-dən -4-ə qədər 0 edir. Niyə? Baxın, -4, -4, 7 0-a. -3, -3, 0 edir cəmləri. -2, -2, 0. -1, -1, 0. Yerdə qaldı 5, 6, 7. Bunları da cəm eləyəcək 18. Sualın doğru cavabı oldu. E variantı bir də. Keçək 2 nömrəli suala. 2 nömrəli sual da natural ədədlərə aiddir, Əbu-Bəkov hissəsinə. Əbu-Bəkovun düsturlarını öyrətmişdim mən sizə. Necə idi Əbu-Bəkovun düsturu? Bizə burada əkobu istəyir. Əkob abi bərabər idi. Kökün altında A vurulsun, B vurulsun, C. Bu C-də ortaq olmayan sadə vurulların hasili idi. A ilə B-nin də hasilini verib 72. A ilə B-nin yerinə yazıram 72. C-nin də yerinə yazıram 2. Ortaq olmayan sadə vurulların hasili C deməkdir. C də oldu 2. Bu da eləyəcək kök altında 144. 72-nin 2-yə varında 144. 144-dən də 12 çıxır. 2 nömrəli sualın doğru cavabı olacaq A variantı. Keçək 3 nömrəli suala. Bərabər yanlı üçbucağın təpə bucağı oturacağına bitişik bucağının 50%-nə bərabərdir. Üçbucağın təpə bucağını tapın. Əvvəlcə bir üçbucaq çəkək. Bərabər yanlı üçbucaq bilirsiniz də, yəni yan tərəfləri adından məlumdur, bərabərdir və oturacaq bucaqlar da bərabər olur bir-birinə. Oturacaq bucaqlar da bərabər olur. Və sualın şərtində deyir ki, oturacağı bitişik bucağının 50%-nə bərabərdir. Ümumiyyətlə 50% deyəndə bilirsiniz ki, yarısı deməkdir də, 50% yarısına bərabərdir. Lap 50% olmasın, 60%, 70%, ümumiyyətcə faiz ədədə çevirəndə, hissəyə çevirəndə bölürük 100-ə. 50-50-yə bir dəfə, 150-yə 2 dəfə. Oldu 2-də 1. Yəni, hər hansısa bir ədədin 50% onun 2-də 1 hissəsi deməkdir. İndi bizə deyir ki, üçbucağın təpə bucağı oturacağına bitişik bucağın 50%-nə bərabərdir. Məsələn, oturacağına bitişik bucağına 2x desəm, onda gələk sağ tərəfdə bucağına da 2x deyəm. Çünki bərabərdir axı bir-birinə. Təpə bucağı da bunun 2-də 1 hissəsidirsə, yəni yarısıdır da, olacaq x. Və 3-ü bir yerdə 180 dərəcə olduğunu biz bilirik. Çünki üçbucağın daxil bucaqlarının cəmi, yəni 2x, x-in cəmi 180 dərəcədir. 5x eləyir. 2x-in üstünə 2x, 4x, üstünə də 1x, 5x. Bərabərdir 180-ə. X də bərabərdir 180-i 5-ə böləndə düşəcək 36 dərəcə. Bizə də deyir ki, təpə bucağını tapın. Təpə bucağından da x demişdim. X də oldu 36 dərəcə. D variantı. Keçək 4 nömrəli suala. 4 nömrəli sualda deyir, 0,7/5 ədədinin 2 misli 0,3/5 ədədinin neçə faizidir? Bir ədəd digər ədədin neçə faizdir deyəndə, həmişə birinci ədəd, ikinci ədədə bölüb 100-ə vurur. Məsələn, desə ki, bizə 5 10-un neçə faizidir? Biz 5-i 10-a bölüb 100-ə vurmalıyıq. Məsələn, desə 15 neçə faizdir? 10-da 10-u 5-ə bölüb 100-ə vurmalıyıq. Bu qaydada. Yəni, bir ədəd digər ədəd neçə faizdir deyəndə, birinci ədədi ikinci ədədə bölüb 100-ə vurmalıyıq. İndi bizdə birinci ədədin 2 misli deyir. 2 misli, yəni 2-yə vurulması. Gəlin əvvəlcə kəsr kimi yazaq. Biz dövrü onluq kəsri, adi kəsrə çevirəndə demişdik ki, dövrün içindəki qədər, bax, dövr mötərizələri deyirəm. Dövrün içindəki qədər məxrəci 9 yazırsan. Dövrün içində bir dənə ədəd var, bir dənə 9 yazdım. Sonra vergüllə dövr arasındakı qədər 0 yazırsan, bir dənə 0 yazdım. Sonra bu görsənən ədəddən çıxıram arada qalan ədədi. 7-ni. Eləyəcək 90-da 68. Lap istəsəm bunu da ixtisar eləyə bilərəm və yaxud da ki, ixtisar eləmirəm. Elə, məsələn, deyir 2 misli deyir, axı, vururam 2-yə. Sonra bu 2 ilə 90 gedəcək 45. Oldu 68 bölünsün 45. Bu oldu mənim birinci ədədim. Bu birinci ədəd, deyir ikinci ədədin, gəlin ikinci ədəd yazaq. Yazıram 90-da, eyni qaydada 35 çıx 3. Eləyəcək 90-da 32. İndi 45-də 68 ədədi 90-da 32 ədədinin neçə faizdir? Bundan öncə də dedim ki, bir ədəd iki ədəd neçə faizdir deyəndə birinci ədədi
Bölürəm ikinci ədədə. Vururam 100-ə. İndi böləndə birinci olduğu kimi qalır. İkinci tərsinə çevriləcək. 32-də 90 vurulsun 100 olacaq. 32 32-yə bir dəfə, 68 32-yə burada düşəcək. Neçə dəfə tam düşəcək? Yox, tam düşməyəcək hələ ki. Tam gedənlərə aparaq hələ ki. 45 45-ə bir dəfə, 90 45-ə 2 dəfə. Sonra 2 2-yə bir dəfə, 32 2-yə 16 dəfə. 16 4-ə 4 dəfə, 68 4-ə 17 dəfə. 4 4-ə bir dəfə, 104-ə 25 dəfə. 25-i vuracam 17-yə. Yəni artıq bu ixtisarlardır, vurmaqda onu öz zövqünüzə görə necə istəsəz yaza bilərsiniz. Məsələn, mən çarpaz ixtisarlarımı aparıram. Ondan sonra ədəddə yerdə qalan ədədləri vururam bir-birinə. Məsələn, 17 qalıb burada. Yerdə bir 25 qaldı. 17-ni 25-ə vuracam. Nə eləsə cavab odur. 17-ni 25-ə vuranda, bax, kənarda 17-ni vururam 25-ə. Bu eləyəcək 175. Bu elədi 25. 5, 12, 1 yadda, 3 bir yadda 4. Cavab eləyəcək 425 A variantı. Yəni, diqqətli olun. Yəni, imtahanda hesablamalara diqqət edin. Mən də istəsəm şifayı vura bilərdim. Amma imtahan olanda hər zaman vurmadır, bölmədir, hesab əməllərinə də diqqət edin. Adi bir səhviniz, yəni cüzi bir səhv, məsəl üçün 2 yerinə 1 yazdınsa, misalın cavabı səhvə gedəcək. Ona görə də çox diqqətli olun, tələsməyin, rahat alt-alta vurun, hesablayın, sonra cavabı yazın. 4 nömrəli sualda doğru cavab oldu A variantı. Keçək 5 nömrəli suala. 5 nömrəli sualda həqiqi ədədlər mövzusuna aid olan bir sualdır. Biz bundan da dəfələrdən işləmişik. Ümumiyyətcə, moduldan ifadəni azad edəndə modulun içərisində müsbət və ya mənfi olduğuna diqqət etmək lazımdır. Bunu da təyin etmək üçün, məsələn, A-nın birinci hissəsi kök adlı 3 çıxaq 1-in müsbət və ya mənfi olduğunu bilmək üçün, içərinin müsbət və ya mənfi olduğunu bilmək üçün əvvəlcə kök adlı 3-ü kvadrata yüksəldəcəm, eləyəcək 3. Sonra 1-i kvadrata yüksəldəcəm, eləyəcək 1. 3-dən 1 çıxanda müsbət. Sonra kök adlı 3-ü kvadrata yüksəldəcəm, eləyəcək 3. 2 kök adlı 5-i də 2-ni kökün altına salıram, eləyir kvadrat kimi girir axı. Kökün altına 2-nin kvadratı vur 5 kimi. Bu deyəcək kök altında 20. Kök altında 20. İndi kök adlı 3-ün kvadratı 3, kök adlı 20-nin kvadratı eləyəcək 20. 3-dən 20 çıxanda mənfi. İndi moduldan azad eləyəndə işarəyə uyğun açıram. Birinci olduğu kimi, ikinci isə işarəsi və yeri dəyişir. 2 kök adda 5 içəridə mənfidir, çölə çıxanda müsbət kimi çıxacaq. Kök adda 3 müsbətdir, çölə çıxanda mənfi kimi çıxacaq. Kök adda 3-lər gedəcək. Yerdə qaldı 2 kök adda 5, çıxılsın 1. Deməli, diqqət eləyək. Müsbətdir deyə olduğu kimi çıxdı. Digəri isə yeri dəyişdi, çıxdı. Kök adda 3-lər getdi, müsbət mənfi. 2 kök adda 1 çıxılsın 1 olacaq sualın doğru cavabı. Bunu da deməli, necə təyin etmək olar? Bizdən bunun kəsr hissəsini soruşur. 2 kök, bax, modulu azad etdik. Aldıq cavabı 2 kök adda 1 çıx 1. 2 kök adda 5 çıx 1-dir bu ifadənin cavabı. Amma mənə deyir ki, bunun kəsr hissəsini tap. Kəsr hissəsini tapmağın ən qısa yolu mən öyrətmişdim sizə. 2 yenə kökün daxilinə girir. 4 vur 5 kimi, yəni bu olur kök adda 20 çıx 1. Bu oldu, yəni moduldan azad etdiyimiz ifadə. Davamında bunun mən kəsr hissəsini tapmaq istəyirəm ki, yanındakı ədədi sanki görmürəm. Sanki yanındakı ədəd yoxdur. Kök adda 20-nin sol tərəfində kök çıxan kök adda 16, sağ tərəfində kök adda 25. Yəni bu 4 və 5 arasında yerləşir. Demişdim ki, kökün qarşısındakı işarə müsbət olarsa, kəsr hissəsini tapmaq üçün kökdən çıxırsan kiçik ədədi. Yəni kök adda 20 çıx 4. Kök adda 20-nin də əvvəlki vəziyyətinə qaytarsan 2 kök adda 1 çıx 4 kimi yazmaq olar. Sualın doğru cavabı olacaq C variantı. Bax belə, bu şəkildə gözəl sual idi. Keçək indi 6 nömrəli suala. Deyir, perimetri 45 cm olan bərabər yanlı üçbucağın yan tərəfinin uzunluqları cəmi oturacağından 5 dəfə böyükdür, üçbucağın oturacağını tapın. Nə edəcəm burada? Deməli, bir bərabər yanlı üçbucaq çəkəcəm. Çəkdim bərabər yanlı üçbucağı. Perimetr 45-dir. Bu məlum məsələ. Deyir, yan tərəflərinin uzunluqları cəmi oturacağından 5 dəfə böyükdür. Mən nə edərəm? Bax, belə bir şey yazaram. Məsələn, bu yan tərəfinə 5x deyərəm, buna da 5x deyərəm. Yan tərəflərinin özündən 5x dedim. Cəmi elədiyinə 10x.
yan tərəflərin uzunluqları cəmi oturacağından 5 dəfə böyükdür. Yan tərəflərin uzunluqları cəmi nədir? 10x. Oturacaqdan 5 dəfə böyükdürsə, oturacaq da yan tərəflərin cəmindən 5 dəfə kiçikdir də. Məsələn, mən sizdən böyüyəmsə, siz də məndən kiçiksiniz də, eyni mənanı verir. 10x-dən 5 dəfə kiçildəndə də buraya elədi 2x. Bitdi, hazır hər şey. Yəni, bir də təkrarlayıram. Deyək ki, perimetr 45 cm olan bərabər yanlı üçbucağın yan tərəflərinin uzunluqları cəmi oturacağından 5 dəfə böyükdür. Mən yan tərəflərinə 5x, 5x deyirəm. Elədi 10x və oturacağından 5 dəfə böyükdürsə, oturacaq da ondan 5 dəfə kiçikdir də. 10x-dən 5 dəfə kiçildəndə 2x qalır. Və perimetr 45 hamısını toplayacağım. 12x eləyir. 5x-dən 5x, bir 2x toplayanda 12x bərabərdir 45-ə. X də bərabərdir 45-i də böləndə 12-yə. Daha doğrusu, hələ 45-i 12-yə böləndə düşəcək neçə dəfə? Gəlin bölək. Santimetrlə verib cavabı. Üçbucağın oturacağını tapın. Oturacağı 2x-dir. 2x-i tapmaq üçün nə edəcəm? 12x bərabərdir 45 almışam, düzdür? Perimetri 45 deyir daxı. Tərəflərini topladım, 12x bərabərdir 45. Oturacağını tap verir. Oturacağı neçədir? 2x. 2x almaq üçün bölərəm 6-ya. Bu hissəni də bölərəm 6-ya. 12x 6-ya böləndə burada 2x düşəcək. 2x düşəcək. 45-i də 6-ya böləndə düşəcək neçə dəfə? 7 dəfə 6-dan 42, 7 tam onda 5. Sualın doğru cavabı olacaq 7 tam onda 5. Deməli, A variantı. Yəni, bu formada yazılır. Sadəcə məsələ nədir? Siz istəsəz yan tərəfləri 5x, 5x yox. Məsələn, istəsəz x də götürə bilərdiniz. Yəni, sonra 5 dəfə kiçik, böyük deyəndə kəsr alınmasın deyə mən özümdən, yəni o 5 dəfə böyük kiçik söhbətinə görə mən burada 5x verdim özümdən. Yəni, siz onu artıq özünüz təyin edirsiniz ona uyğun. Sualın doğru cavabı oldu A variantı. Keçək 7 nömrəli suala. Deyir, 156 dərəcəli bucağın daxili oblastından bir təqribən 156 dərəcəlik bir bucaq çəkirəm və bunun daxili oblastından bir dənə şua keçir və 1-3 nisbətində bölür. 1K, 3K. Axı, bunun da cəmi 156-dır. 1K ilə 3K-nın cəmi bərabərləyəcəm 156-ya. 4K bərabərdir 156-ya. K da bərabərdir 156-na 4-ə bölməliyəm. Burada vurmadırsa 4-ə böləcəm. 3 dəfə 4-üm. Deməli, məndən nə istəyir ki? Alınan bucaqlardan böyüyün tapın, yəni 3x istəyir. Gəl əvvəlcə 156-nı 4-ə bölək. 3 dəfə 4-üm 12. 36 da 9 dəfə. K-nı tapdım 39. Böyük bucaq istəyir. Böyük bucaq 3K daxı. 3-ü də 39-a vuranda, yəni 39-u 3-ə vuranda 27, 2 yadda, 9, 11. Eləyəcək 117 B variantı. 117 oldu B variantı. Belə. Keçək indi isə digər suala, 8 nömrəli suala. Hansı ədədin 15%, 75-in 80%-nə bərabərdir? Gəlin əvvəlcə 75-in 80%-ni tapaq. Ədədin faizini tapanda, yəni 75-in 80%-ni tapıramsa, 75-i 80-ə vurub 100-ə bölməliyəm. 25-ə 4 dəfə, 25-ə 3 dəfə, 4 4-ə 1 dəfə, 84-ə 20 dəfə, 20-ni də 3-ə vuranda 60. Deməli, 75-in 80% oldu 60. Düzdürmü? 60. İndi 15%-i ikinci hissəni hesaplamışam da. Yəni, məsələyə ikinci hissədən başlayırsan hesaplamağa. 75-in 80% ilə də 60. İndi 15% 60 olan ədədə axtarıram. Faizə görə də tapanda da ədədi 100-ə vurub, faiz göstərəndə də bölürəm. 4 dəfə, 4-ü də 100-ə vuranda 400. Sualın doğru cavabı oldu 8-də B variantı. Keçək 9 nömrəli suala. A bərabərdir mənfi 5,4 ədədinin kəsir hissəsi ilə B bərabərdir köşətə 5 üstə gələ 2 ədədinin tam hissəsinin hasilini tap. Deməli, kəsir hissəsi neçə olacaq? Mənfilərdə demişdim ki, kəsir hissə, tam hissəsi, mənfini bir vahid böyük götürürsən. Əslində kiçikdir, mənfi 6, mənfi 5-dən kiçikdir. Sadəcə, yəni 5-ə 6 kimi götürürsən, 7-dirsə 8 kimi götürürsən. Yəni tam hissəsi olacaq mənfi 6, kəsir hissəsi də 1 çıxılsın 0,4, eləyəcək 0,6. Kəsir hissəsi məlum məsələ oldu 0,6. Tam hissəsi, deməli, kök altda 5 üstə gəlir 2-nin tam hissəsi neçədir? Bəs kök altda 5-dən təqribən nə çıxır? Təqribən 2 tam neçəsə çıxır da. Burada da 2 var. Oldu 4 tam. Kök altda 5-dən 2 tam neçəsə çıxır. Orada da 2 var. 2 ilə 2 toplanıb 4 tam neçəsə. Tam hissəsi 4-dür. 4 ilə kəsir hissəsi neçə idi? Digərinin kəsir hissəsi 0,6 idi da. 0,6-nın hasili
eləyəcək 2,4. Yəni 0,6-dan 4-ə vuranda 2,4 eləyir. Keçək 10 nömrəli suala. 2 ədədin ədəd ortası 15-dir. 2 ədədin cəmini x deyirəm, sayına bölürəm. Ədəd ortası 15-dirsə, x bərabər 15 vur 2, 30. Bu ədədlərdən yeni bir ədəd əlavə olundu. Bu ədədlərdə yeni bir ədəd əlavə olundu. O zaman cəm, məsəl üçün, belə bil, x-ni tapdım ki, 30-dur da. 2 dənə ədədin cəmi 30-dur. Yeni bir ədəd əlavə olunursa, həmin ədədə y deyirəm özümdən. Say artdı, say da artdı. Normalda 2 dənə idi, indi bir dənəsi də artdı, oldu 3 dənə ədəd. Eyni ədəd orta 14 oldu. Bir əlavə olunmuş ədədi tap. Tənliyimizi qurduq. Bir də təkrar edirəm. 2 dənə ədədin cəmini özümdən x deyirəm. Sayına bölüb 15-ə bərabərlərəm. Ədəd ortası 15-dir. Həmin ədədi tapıram 30. Sonra yeni bir ədəd əlavə olundu. Həmin ədədə y deyirəm özümdən. Və sayda bir vayda artdı. Bərabər ədəd ortası 14-ə çarpaz vuracam. 30 üstəcəl y bərabərdir. 2-nin üstünə 1 gələndə 3 üstü 14-ə vuranda 42. Y bərabərdir 12. Bitdi. C variantı. Keçək 11 nömrəli suala. Yaşlarının cəmi 55 olan 3 dostun, 3 dənə dostdur, dost 1, dost 2, dost 3. Yaşları cəmi 55-dir. 5 il sonraki yaşları cəmi, yəni hər birinin yaşı 5 yaş artacaq. Yəni təsəvvür edin ki, biz 3 dostuq. Yaşımızın cəmi 55-dir. 5 il sonra sənin də yaşın 5 yaş artır. O digər dostumuzun da yaşı 5 yaş artır. Mənim də yaşım 5 yaş artır. Yəni cəm 15% artır. Və nəticədə olacaq 70. C variantı. Keçək 12 nömrəli suala. Mən sizə bunu öyrətmişdim ki, dövrləri böləndə, daha doğrusu onluq kəsrləri böləndə vergülün sayına diqqət edirsiniz. Məsələn, birinci kəsrdə sürətdə vergüldən sonra 2 dənə ədəd var, məxrəcdə 3 dənə. Bir dənə 0 əlavə edirəm, vergül atıram. 120 böl 5. Sürətdə bax tamdan sonra ədəd yox, aşağıda ədəd var. 0 yazıram, vergül atıram. 120-ni 60-a böləndə 20. 120-ni 5-ə böləndə düşəcək 24. Üstünə də 20 gələndə elədir 44. 44-ün də 25%-ni tapacam. 44-ü vuracam 25-ə böləcəm 100-ə. 25-25-ə bir dəfə, 125-ə 4 dəfə, 44 4-ə böləndə 11. Sualın doğru cavabı oldu D variantı. Keçək 13 nömrəli suala. Deməli, kökdən azad eləyirəm. Kökün dərəcəsi bilirsiniz ki, nəsə yazılmayanda 2 kimi qəbul olunur da, yəni 2-dir kökün dərəcəsi burada. 2-lər getdi, 14 qaldı. Burada da 2-lər getdi, müsbət 11 qaldı. Çünki bu içəridəki müsbət dərəcə, cüt dərəcədirsə 2 mənfini yox eləyir. Burada 15 qaldı. Burada isə çıxaq 13 qaldı. Bu qarşıdakı çıxağa görə çıxaq oldu. Bu cüt dərəcə yenə içəridəkini müsbət elədi. Sadəcə qarşıda çıxaq var deyə çıxaq 13 oldu. Bu elədi bir yerdə 25. 25-in üstünə 15 gələndə 40. 40-dan da 13 çıxanda qaldı 27. Sualın doğru cavabı oldu D variantı. Keçək 14 nömrəli suala. Tərəfi 12/3 olan bərabər tərəfli üçbucağın hündürlüyünü tapın. Mən sizə demişdim ki, qaydada bərabər tərəfli üçbucaqda təpədən çəkilən hündürlükdür, mediandır və tənböləndir. Hamısı bir-birinə bərabərdir. Yəni, bərabər tərəfli üçbucaqda median, hündürlük, tənbölən də bir-birinə bərabərdir. Bərabər tərəfli üçbucaqda. O da bərabərdir bir tərəfin kökatda 3 mislinin yarısına. A kökatda 3 bölü 2. İndi gətirib, məsələn, məndən nə istəyir? Hündürlük istəyir. Yəni, bunlar lazım deyil də, hündürlük istəyirəm. H bərabərdir, onsuz da bərabərdir axı bir-birinə. A kökatda 3 bölü 2 düsturunda. A-nın yerinə yazırsan 12 kökatda 3. A-nın yerinə yazdım. Axı, tərəf 12 kökatda 3-dür deyir. Vur kökatda 3 bölü 2. 12 vurulsun kökatda 3, kökatda 3 vuranda 3 eləyir. Məxrəcdə 2. 2 ilə 12 gedir, alt tərəf, alt tərəf üçündə 18. Sualın doğru cavabı olacaq E variantı. İndi isə keçək sonuncu sualı olan 15 nömrəli suala. Çox diqqətlə dinləyin. Deyir ki, x bərabərdir 5 çıx kökatda 5 ədədinin tərsi ilə. Bir ədədin tərsi, məsələn, 5-in tərsi neçədir? 1 bölü 5. Məsələn, 6-nın tərsi nədir? 1 bölü 6. Yəni, 1 bölə kimi yazırıq da. İndi x bərabərdir 5 çıx kökatda 5-in tərsi 1 böl 5 çıx kökatda 5-dir. Tərsini tapdım. Digər ədədin hasilini tap deyir. Digər ədədlə hasilin. Bax, bu kökat 20-ni yazıram, 4 vurulsun 5 kimi. O 4-dən 2 çıxır. 2 kök altında 5 çıxılsın 10 olur burada.
Və buradan da 2-ni ortaq vurub çıxardanda elə bir onu da yazıram 2 vurulsun 5 kimi. Və 2-lər ortaqdır deyə 2-ni çıxardıram ortaq vuruq. Yerdə qalır kök həddə 5 çıx 2. Yəni mən 2-ni kök həddə 5-ə vursam 2 kök həddə 5, 2-ni deməli 5-ə vursam eləyəcək 10. Daha doğrusu burada 5 olacaq. Bir də təkrar edirəm. Kök altında 20-ni 4 vurub 5 kimi yazıram. 4-dən 2 çıxır 2, kök həddə 5 çıx 10. 2-ni ortaq vurub çıxardıram. Yerdə qalır kök həddə 5 çıx 5. Yəni mən 2-ni kök həddə 5-ə vursam 2 kök həddə 5. 2-ni 5-ə vursam eləyəcək 10. Yenə həmin ifadəni verir. İndi bunların hasilini istəyirdi də məndən. Vurulsun, 2 vurulsun, kök həddə 5 çıxılsın 5. Sonra mən nə edəcəm burada? Amma burada 5 çıx kök həddə 5-dir. İndi bunları vurmaq istəyirəm də mən bir-birinə düzdür. Bu iki ifadəni bir-birinə vurmaq istəyirəm. Bilirsiniz ki, bu vuranda sürətə aiddir, 1-ə vurulacaq. Sürətdə oldu 2 vurulsun, kök həddə 5 çıx 5. Məxrəzdə oldu 5 çıx kök həddə 5. Qarşıya bir mənfi atıb, mən bu aşağıdakı ifadəni axı 5 çıx kök həddə 5-dir. 2 vurulsun, sürətdəki qalsın yerində. Sürətdəki qalsın yerində. Məxrəzdəki ifadəni qarşıya mənfi atıb, belə yaza bilərəm, kök həddə 5 çıx 5 kimi. Çünki mən bu mənfiyə uyğun bunu açanda içəridəki işarələr dəyişəcək. Kök həddə 5 mənfi olacaq əvvəlki kimi. Mənfi kök həddə 5 də müsbət olacaq əvvəlki kimi. Yəni sadəcə qarşıya mənfi atıb işarəni dəyişdim. Və burada kök həddə 5 çıx 5-lər gedəcək. Yerdə qalacaq 2 bölünsün mənfi 1. O da eləyəcək mənfi 2. Sualın doğru cavabı olacaq E variantı. Belədir şagirdlər, bu da sonuncu sual idi. Sağ olun, növbəti videolarda görüşənədək.